Əziz dinləyicilər, bu günlər çox önəmli bir toplumsal və siyasi hadisə ilə üz-üzəyik. 1403 İran e, rəis cümhur seçkiləri yaxınlaşır. Bu dəfə Türk kökənli bir Azərbaycanlı olan Məsud Pezeşkiyan adayların arasındadır. Bildiyiniz kimi son 100 ildə mərkəzi hakimiyyət Azərbaycanı siyasi cəhətdən zəiflədib, siyasi gücünü alıb və onu siyasi mərkəziyyətdən çıxardıbdır. Amma bugün rəis cümhurluq adayının türk olması, Azərbaycanlı olması Azərbaycanı siyasiləşməyə doğru götürməkdədir. Bir tərəfdən də dövlətin baskılarından dolayı gələcəyə ümidsizlik var və insanlar seçkilərə qatılıb-qatılmamaq mövzusunda qərar verməkdə çətinlik çəkirlər. Bu vəziyyəti düşünərək Azərbaycan Civic Nation ilə Ətək yazı ortaq bir proje ilə Azərbaycan məsələləri ilə uğraşıb, bu haqda fikirləşən araşdırmacıları, aktivistləri və düşünənləri bir araya gətirib onların fikirlərini sizə çatdırmağı hədəf alır. Təbii ki, burada hədəf insanları seçkiyə çağırmaq ya da çağırmamaq deyil, yalnız duruma ya da vəziyyətə açıqlıq gətirmək, məsələnin müxtəlif yönlərinə işıq tutmaq və mübahisə yaratmaq hədəfdir. Yetər ki, Azərbaycanlılar öz məsələləri haqqında düşünsünlər və mübahisəyə yol açılsın. Bugün bu videoda, bu müsahibədə iki qonağımız var. Doktor Nasir Əlizadə, iqtisadçı və uluslararası ilişkilər ya da rəvabitə beynəlmiləl uzmanıdır və Seyid Murtəza Hüseyni tarixçidirlər. Mən heç yubanmadan birinci sualımıza keçirəm. Doktor Əlizadə, sizlə başlayacağım. Azərbaycanlıların və türklərin açısından bu seçkilərin keçmiş seçkilərlə fərqi nədir sizcə? Salamlar, çox təşəkkür edirəm məni çağırdığınız üçün. Fəqət başlamadan öncə qısaca bəzi şeyləri deyim. Birincisi, mən uzaqdan təqib edirəm seçkiləri. O yüzden müstəqim meydandan müşahidəm, gözləmim yoxdur. İkincisi, Türkiye'de olduğum için, burada ders anlattığım için bazı Türkiye Türkçəsindən kəlmələr ola bilər danışığımda. Umuram ki, bir sorun olmaz. Sualı iki açıdan anlamaq olar və təfsir etmək olar. Biri bu ki, indi bu durumda Azərbaycanlılar, Azərbaycanın özündə olanlar, İranın fərqli yerində olanlar və ya dünyanın fərqli yerində olanlar bu qəziyyəyə necə baxırlar. Bir də ümumi olaraq necə baxmaq olar bu qəziyyəyə. Görünən qəziyyə üstündə bir təvafuq yoxdur. Yəni birinci şəkildə baxarsaq bu məsələyə, yəni Azərbaycanlılar indi nə cür baxırlar bu məsələyə? Mənim müşahidələrim, dediyim kimi uzaqdan baxıram qəziyyəyə, göstərir ki, bir təvafuq yoxdur. Çox qəziyyənin hərarətli getdiyini düşünmürəm. Amma bir dalga, bir mövzu var və insanlar öz aralarında bu məsələni danışırlar və ikiyə bölündüyünü görürük hamımız. Yəni bəziləri qatılmaq, bəziləri qatılmamaq istəyirlər, tərəfindədirlər. Hər birinin də mənim nəzərimdə, mənim baxışımdan diqqətə alınması gerəkən cəhətlər var. Qatılmayanlar nə deyirlər? Deyirlər ki, qatıldıq, bundan nə cür istifadə olunacaq, faydası nədir? Yəni özlərinin, rəylərinin bu məsələdə təsiri olduğunu düşünürəm. Qatılanlar amma fərqli qatılanlara baxsaq, fərqli nəzərlər var. Bunları qatılanların da açıqlayacağım. Çünki qatılmayanları bilir. Yəni genel olaraq qatılmamaq istəyirlər. Qatılanlar fərqli nəzərlərdən bu məsələyə baxırlar. Birincisi deyirlər ki, yəni bir qrup var deyək, deyirlər ki, fəzanın açılması bəlkə az da olsa bir balaca bacanın açılması, bu da muhteməldir. O yüzden bu riski eləməliyik. Bunun yanında, yəni məxsusən Pezeşkiyan məsələsini bulmaqsaq, yəni burada biz bir seçkilər var, 6 aday kandida vardı. Biri fərqli də olur. O biriləri aşağı yukarı bildiğimiz için mən Pezeşkiyanın üstündə dururam. Yəni bundan yola çıxaraq niyə qatılaq, qatılmayaq deyirlər. Özəlliklə qatılmaq konusunu qəbul edənlər və ya qatılmaq istəyənlər deyə.
E, Azərbaycan açısından baxsaq, Pezeşkiyan burada fərqli bir yerdə olur. Təbii ki, Azərbaycanda da Cəlilini qalibi qəbul edənlər vardı, amma Pezeşkiyan bir fərqli durumda olur burada. E, Azərbaycanda bu məsələyə baxanlar bəziləri iqtisad məsələsi diqqətə alırlar. Deyirlər ki, fürsətlər müsavi şəkildə, eşit şəkildə dağılmayıbdır. O yüzden əgər bir Azərbaycanlı gəlsə, indiyəcə diqqət edək, Cumhurbaşqanlığında olanların hamısı mərkəzdən olurlar. Simnandan 2 dənə Cumhurbaşqanımız var. Əhmədinəcadından Ruhani, Xatəmi Yaziddən Cumhurbaşqanı oldu. Rəisi Məşhəddən İştibah Eləməyə. Bunlara baktığımızda bizim məntəqədən bir Cumhurbaşqanı olmuyor. Bu yüzden bizim məntəqədən biri olsa, hətta gəl adilane bir şekilde iktisadi fürsətlərin dağılmasını görebiliriz. Yani izafe bir şey istemiyoruz ama adalet olsun deyirlər. Yani iktisad meselesi. Ama daha çok kültür ve kültür, toplum, siyasetle ilgilənənlər, məxsusən biz milli hərəkətindən örtüşən yönləri olan şəxsləri nəzərdə alsaq, bunlar vaqeət budur ki, çox böyük bir keyifdir. Sıfırdan 100'ə qədər o milli hərəkətin idealları ilə örtüşən yönləri olan şəxslər və qruplarımız var. Yəni bu şəxslərin, bu qrupların hamısını tamamen milli hərəkət aktivisti görməmiz doğru deyil. Bəziləri sirfən dil düzeyində, bəziləri Azərbaycana və ya türklərinə əhəmiyyət verirlər. Bir kısmı da ana dil səthində olur, bir kısmı daha çok siyasi otoritesliler ve uç noktada biz istiklal isteyenleri Pezeşkiyanın buranın arasında durup Pezeşkiyanın gelmesi, rəy vermək isteyenler ana dil düzeyinde eləyə bilər, bizə bir gətirisi olsun. Ana dildə ikiye ayırabiliriz, çok uzatmamak için deyim ki, ana dildə təhsil almaq və ya ana dilini təhsil almaq. Ana dilini təhsil almaq, yəni 15-ci əsr səthində Pezeşkiyanla bir işler görebiliriz. Bundan dolayı farklı bir şekilde Pezeşkiyan bunu bizim için görebilir. O yüzden bu hətta biz də iqtisadlılaşdırsak, artırsaq buna, biz qatılıb rəy vermeliyiz. Böyle bir mantık ortaya koyulur. Əziz Murtəza bəy, siz nə düşünürsünüz? Azərbaycanlıların və türklərin açısından bu seçkilərin qabaqki seçkilərindən bir fərqi varmı? Nədir o fərqlər? Buyurun. Selamlar, saygılar. Təşəkkür edirəm bu fürsəti mənim ixtiyarımda qoyduğunuz üçün. Mən yəni istəyək ki, bəhsi ətraflı danışaq, çoxdur, söz çoxdur. Amma gedim elə soruzun açar sözünün üstünə fərq. Yəni bizim əsas məsələmiz İranda elə fərqdir. Yəni demokrasi zaten çeşitlilik və fərqdən doğulur. Fərqləri görmək, çeşitliliği görmək demokrasinin mənşəidir. Yəni təbəqə fərqi, cinsiyyət fərqi, yaş fərqi, dil və kültür fərqi və başqa fərqlər ki, insanların arasında var və ortaq özəlliyi olan insanlar bir araya gəlirlər və çeşitli cəmiyyətlər oluştururlar və bu demokrasiya yol açır. Burada da indi fərq bəhsidir, yenə də fərq bəhsidir. Yəni Pezeşkiyanın nə fərqi var? Ya Pezeşkiyanın aday olmasının öncəki seçimlərlə nə fərqi icad edir yəni. Burada da məncə İranda təəssüflə bizim ən böyük sorunumuz elə bu fərqləri görməməkdir. Yəni sistem, hakimiyyət fərqləri görmür. Hamını bir istir görə, cinsiyyət fərqini görmür, algılamır, dil fərqlərini görmür, təbəqə fərqlərini görmür, məzhəb, din fərqlərini görmür, önəmsəmir. Halbuki toplumun yani özellikleri bu çeşitlilikler ve fərqlərdir. İndi təəssüflə toplum da bu bir görməyə, yəni fərqlərin fərqində olmamağa düçar olub. Yəni necə də olsa bu toplum elə bu sistemin əlində eğitim görür, bu sistemdə böyüyür və nə qədər sistem bir görməyə və fərqləri görməməyə mübtəladır, toplumda da bu var elə.
Ona görə ki, indi hamı, bəlkə hamı da deyil, yəni təhrimçilər, yəni qatılmağa qarşı olanlar deyirlər ki, nə fərqi var? Nə fərqi var? Söz bu elə. Pezeşkiyanla o birisinin nə fərqi var? Amma mən deyirəm ki, fərqi var. Fərqi bu açıdandır. Örnek için Xatəmi dönemi, Xatəmi nə Azərbaycanlı idi, nə Türk idi, nə də bizim düşüncələrlə heç ilgisi var idi, ilgi qura bilərdi. Amma fərqi var idi. Əhməd İlcadla Xatəminin fərqi var idi. Xatəmi dönemi olan, yəni atmosferdə biz eləyə bildik milli məsələni bir toplumsal bir söyləmə dönüştürək və ortaya qoyaq. Ondan sonradır ki, biz deyə bilərik bu bizim milli məsələmiz nə təkcə Azərbaycanda, bəlkə bütün İranda və həm Azərbaycan, yəni həm Türklərin milli məsələsi İranda ortaya gəldi, böyük bir məsələ oldu. Onun üçün Pezeşkiyanın özəl fərqləri var. Mən bu fərqləri görürəm. Əvvələn Pezeşkiyan mərkəzi təmsil etmiş. Pezeşkiyan tamamen İran istilahı ilə Piramunu, yəni qeyri-farsları, qeyri-mərkəzi təmsil edir. Tehranda yaşamır. Bu bizim toplumda bu sembolik şeylerin önemi var, yani özellikle. Tehran neşin değil Farsi istilahı ilə. Tehranda yaşamır, Tehranda olmağı bunun sırfen işine görədir. Yoksa bunun ailəsi, evi, yaşamı Urumiyədən. Türktür, Türk olmağını önemsiyir. Bu önemlidir. Yoksa olabilir Türk olsun ama önemsemediği için önemli olmasın bunun Türk olması. Ama bu Türklücünü önemsiyir, vurguluyor. Ben Türk'üm deyir, atam Türk'dür, anam Türk'dür. Türklücüme fəxr eləyirəm. Heç kəs mənim kimlicimi əlimdən alınmaz. Bunları indiyə qədər bir Türk ya bir Azərbaycanlı siyasetçiden birinci, yani düzeyde olmuyordu bu sözleri demiş ola ve üstünde ısrarlı ola. Bu Pezeşkiyanın fərqlidir. O birisi, yani hatta mərkəzdə də Pezeşkiyan fərqli bir şəxs kimi görünür. Bunun geçmişinde İran'da o durum ki var, siyasetçilerin fesat durumu özellikle bu Pezeşkiyan'da bilinen kadar yoktu ve üst-üste bu Pezeşkiyanı fərqli bir aday kimi göstərebilir. Mən yəni istəyirəm buna parmaq qoyam ki, Pezeşkiyan bu açıdan fərqlidir və bu fərq də hiss olunur, hiss olunmur deyil. Keçək ikinci sualımıza və Nasir bəy sizə keçirik. Bu dönem seçkilərdə səs verib verməmə məsələsinə necə baxırsınız? Pezeşkiyanın Türk olması önemli mi bu noktada? Və sizcə səs verilməlidir mi yoxsa yox? İndidən bunu demək çətindir. Olar ki, qətlən təsmin tutuqlar, səs verməyələr və ya səs verirlər, onları bir kənara buraxırıq. Amma bu seçimlər hələ təzə başlayır. Yəni. Bu açıdan bizim indidən qərar verməmiz imkansızdır. Amma burada danışa bilərik bəzi bir şeyləri. Burada bir şeye dikkat edelim. Yani sizin sualınızı biraz istəyirəm fərqli bir açıdan. Biz seçkiləri, intixabata səs vermə, yəni bir nokta olarak bəlli bir saatdə, məsələn, cümə günü saat 12 yanında rəy səs verəcək. Elə baxa bilərik. Və ya bir dənə proses, sürət, fərayənd kimi, yəni günlər, həftələr devam edir və bu sürəcin içində, fərayəndin içində bəzi bir şeylər var. Səs verib verməməyə mən şəxsən özümə soruşsa, o birilər tərəfində bir şey deyəmirəm. Mənim şəxsən səs verməm üçün çox şeylər düşünürəm. Çox şeylər düşünürəm. Yəni çox şeylərdən mütməyin olmaq lazımdır gedib səs verib. Millətin fərqli baxışları ola bilər. Biraz bundan bax, mən saydım, fərqli qruplar vardılar, fərqli baxışları var. Məsələn, 15-ci əsrə inananlar təbii ki, gerçəkdən səs verələ bir fürsətdir. Və onun üstündə bir şeye inananlar düşünməlidir. Yəni, səs verilməlidir, yoxsa yox. Və ya ixtisasla ilgili. Birincisi bu, yəni bu məsələyə biz proses kimi baxacağıq və
seçimlərə qatılacaq və bunu sırf rəy vermək və ya verməmək kimi görmür. Seyid Mürtəza dostumuz da biraz bundan qabaq anlattı. Adayın fərqlərinə baxacaq. Burada adaylar əhəmiyyətlidirlər. Qalib baxımdan Cəlili burada mətrəh olan şəxslər bəllidir, bəlli bir kəsim bunları sevirlər, çox da möhtərəm rəyləri. Bəli, ortada bir Pezeşkiyan var, fərqli bir şəxsidir və fikir edirəm ki, daha çox onun üstündə burada bəhs edirik. Yəni bu şəxs bu pərvəndəsi ilə biz gedib rəy verək, yoxsa yox. Burada bir neçə şeyə diqqət edəcəyik. Bu adam qalan günlərdə rəy vermək istəyənlər var ki, ya tərdidləri var və ya təslim tutula rəy verirlər. Bunlara diqqət edin. Birincisi, bu adamın geçmişində indiyə qədər deyildiyi kimi çox xas bir fəsad iqtisadı yox. Amma söyləmi, qoftumanı ədalət və Nəhcül Bəlağəyə dayanır. Yəni dini bir söyləm. Buna diqqət edək. Bu söyləm inqilabdan bir neçə il inqilabdan qabaqdan ortaya çıxdı və məxsusən Azərbaycanda bir çox oxumuş cavanı özünə cəzb elədi. Bəlkə daha çox şəriəti ilə tanınan bir şeydir, söyləmdir. Bir sol, çəp İslamıdır. Yəni ədalət istəyən bir İslamıdır. Məsələn, bunu Bakililərin, Bakili qardaşlarının, xanların xatirələrində məsələn deyir ki, öz məxsusən şəriətinin danışıqları ilə biz yavaş-yavaş bu nəticə yetişdik ki, Ədli Əli ilə bir dövlət qurmaq olar ki, Marksist model bir dövlətə bir alternativ olsun və Əli dövləti qurarsaq ədalət sağlanır və hər kəs razı olar. Bu bir çox adamı çəkdi və sol axımlı. Bilirik ki, burada Pezeşkiyan da Nəhcül Bəlağə üstündə durur, söyləmdə bu ədalət üstündədir. Bu ədalət, əgər söyləmə gerçək bir söyləmə dönüşdürə biliriz. Yəni həm rantları ortadan qaldıracaq, ciddi bir şəkildə, amma açıq bir danışıq olar və millət də bunun dalındadır. Yəni mən bu işi görəcəyəm iqtisadi baxımdan ölkədə rant sahibi ustanları, ondan sonra o şirkətləri, filanları, bunların rantını kəsəcəyəm bir. İkincisi, siyasi statut açısından rant olan şəxslər var. Məsələn, seçimlərə qadınlar qatılanmır. Bu bir rantıdır, erkəklərin kişilərə zədov verilir. Və ya dil açısından rantılar vardır. Fars dilinin bir rantı var ölkədə və bənzər şeylər. Əgər bu rantı götürmək öz söyləm içində, yəni istəmir ki, bir sekular bir söyləmlə, öz söyləm içində, yəni o Ələvi söyləmi ki vardı, ona geri dönüşdü. Əgər onun içində mekanizmlər tanınır və qol verir, onu da şəffaf bir şəkildə ki, mənə rəy verirsəz, bunu görəcəyəm, bu əhəmiyyətlidir. İkinci bir məsələ ki, mən istəyirəm burada, zaman geçsə lütfən mənə deyin. İkinci bir məsələ istəyirəm buna işarə edən İrandakı çatışmalar. Bu sırf Azərbaycana münhəsir bir şey deyil. Məsələn, bilirik, qadın məsələsi İranda çox-çox əhəmiyyətlidir. Bu söyləmi gəlişdirməklə, məsələn, deyir ki, mən özüm deyir ki, dindar bir ailədən gəlirəm, mənim qızlarım hicabı riayət edir. Amma məsələ budur, hicab bizim birinci məsələmiz deyil. Burada daha əhəmiyyətli bir məsələ var, o da ədalət. Ədalət iqtisadını qəsd edir, amma genel olaraq deyərəm. Yaxşı, tamam, qəbul elədik Pezeşkiyandan bunu. Əgər belə olursa, bunu söyləm olaraq ortaya qoyarsan, İranda indi çox böyük bir polemikə, çatışmaya, təzadda səbəb olan və toplum qofl olan örtünmə, hicab məsələsinin dini söyləmdən, qoftumanın birinci oləviyyətdən, neçənci oləviyyətə aşağıya götürüb yerinə ədaləti qoya bilərsə, toplum bir nəbzə rahatlaya bilər. Qadınlar, onların ailələri, onlar deyərlər ki, burada daha əhəmiyyətli bir şey vardı, o da ədalətdir, fərqli siyasi, ictimai, iqtisadi ədalət və bunun üzərində durulacaqdır və qadın məsələsi üzərindən o polemik ki ortaya çıxıbdır, bu rahatlar. Bu açıdan həm yeni nəsl buna dəstək verər, həm ailələri, həm ədalət istəyənlər, yəni həm Z
nəsli qurşağının işinə yarar bu, həm də ədalət istəyən fərqli qrupların bir cür anlaşma olar və bu pezeşkanın işinə yarar. Bunu nə qədər eləyə bilər əməliyyat eləsin, bu özü uzun bir məsələdir. Fikirəm ki, bir saat danışmaq lazımdır. Bunu xalqımızın bir çoxu bilir, müşkülləri nə qədər mümkündür. Amma özət olaraq deyim ki, mümkündür bir nəbzəyə və bunun dalında həm pezeşkan gərək roç danışa və həm gərək xalq bura dalında və deyək ki, rəyimi verdim və rəyimi verdiğimizin dediyin tutacaqsın bu şəkildə. Murtaza bəy, eyni sualı yenə də sizə yönəltmək istəyirəm. Bəs bu dönəm seçkilərdə səs verib verməmə məsələsində siz necə baxırsınız? Və siz pezeşkiyanın türk olmasının əhəmiyyətini necə dəyərləndirirsiniz? Səs verilməlidirmi yoxsa yox? Səs verilməyə mən nə deyə bilərəm, səs verilməlidir. Nə deyə bilərəm ki, səs verilməli deyil. Bizlər özümüz də özümüzlə qərara gəlməmişik gerçəkdən. Səs verəcəyik ya verməyəcəyik. Hələ bəlkə də son gündə kəsin bir qərara gələrik. Amma məsələ budur. Məsələ Türklərin ya Azərbaycanın açısından ya milli məsələmizin açısından pezeşkiyana və pezeşkiyanın seçilməsinə ya seçilməməsinə baxmaq lazımdır. Mən bunu təkid eləmək istəyirəm ki, pezeşkiyan bəlkə elə də çox bir iş görə bilməyəcək. Yəni biz bilirik vəziyyəti, sistemin nə qədər bağlı olduğunu, nə qədər Cumhurbaşqanının əli bağlı olduğunu dönə-dönə bu açıqlanıbdır. Məsələ Xatəmi gəldi, dedi ki, mən bir tədarükatçıydım. Son sözlərində ya demişdi ki, Cami-i Mədənidən danışmışdı. Sonunda gəldi, dedi, mənim Cami-i Mədənidən mənzurum həmin Mədinə-i Peyğəmbərdir. Bəlkə bunu da bir kinayə ilə dedi ki, istədi ki, deyək ki, o dediklərimiz, sözdə dediklərimiz özəlliklə seçilməmişdən qabaq dediyimiz sözlərin çox da əməli imkanı yoxdur. Təbii ki, pezeşkiyana da bu məhdudiyyətlər vardır. Bəlkə daha çoxdur buna. Çünki buna həssasiyyətlər də çoxdur indi. Özəlliklə bu türklüyünə israr edəndən sonra pan-İranistlər, İran şəhərlər və islah tələblər, mərkəzgəra islah tələblər çox şiddətlə qarşı çıxıblar. Yəni bunun üzərində özəl bir baskı da var, fərqli bir baskı da var. 3-4 kəlmə deməsinə ki, mən türkəm, ya türklüyümə iftixar edirəm, ya nə təkcə türk, bəlkə o birisi qeyri-fars millətlərinin dil həqləri ya iqtisadi həqləri verilməlidir. Bunları hələ sadəcə bir söz həddində deməklə bunun əleyhinə bu qədər propaganda var. Yəni çıxsa pezeşkiyanın məncə məhdudiyyətləri, çətinlikləri o birisi Cumhurbaşqanlarından çox olacaq ki, az olmayacaq. Bəs bunlara baxaraq biz çox da belə şey eləmirik. Yəni özümüzü allada bilmərik ki, pezeşkiyan çıxsa çox belə böyük dəyişimlər olacaq, böyük gəlişmələr olacaq. Mən belə baxmıram. Yəni olumlu baxmalıdır, görməlidir. Olumlu baxmalıyıq. Nə qədər imkan var o qədər. Amma mən deyirəm ki, necə ki Xatəminin Cumhurbaşqanı olduğu dönəmdə biz özümüzə bir imkanlar, fürsətlər yarandı, bir çox işlər görək. Pezeşkiyanın Cumhurbaşqanı olması, yəni bəlkə də bir işlər görə bilər. Yəni də demirəm ki, heç bir iş görəlməyəcək, görməz, görə bilməz filan. Mümkündür də bir sürə işlər görə, heç də bəid deyil. Amma mənə önəmli olan budur ki, fürsət yaranar, biz özümüz də bir işlər görə bilərik. Yəni. Bir də ki, bu gənə də mən qeydim həmin fərqlilikə. İranda mərkəzin ya farsların durumu o birisilərlə, özəlliklə türklərlə eyni durum deyil. Məsələn, bəluçlarla İsfahanın durumu bir durum deyil. Biz bunu, yəni hər bir siyasi yorumumuzda bunu düşünməliyik. Bunu göz önündə almalıyıq. Bu fərqləri görməliyik. Təmamən o fərqlərin açısından konuya girməliyik.
Yenə də bu fərqlərə baxaraq mərkəzçilərin təmin eləməsi onlara çox fərq eləmir. Çünki Qalibaf olsun, ya Pezeşkiyan olsun, İsfahanın, mesela Kirmanın ya Tehranın iqtisadi səhmi yerindədir, əvvəliyyə həqləri yerindədir. Amma Bəluçun durumu çox fərqlidir. Bəluç hələ o həqlərin üzərində o həqləri ələ gətirməyə çalışır ki, İsfahanda müsəlləmdir də heç davası yoxdur. Yəni mərkəzdə bir sıra həqlərə çaba yapılır ki, bizdə hələ onlar hələ bəlkə arzudur. Bəlkə biz hələ o həqlərə çox qalırıq. Bu açıdan baxanda təbiətən bizim siyasi əhdlərimiz də fərqli olmalıdır. Bəlkə mərkəzdə təhrim Pezeşkiyanı ya hər bir kəsi, Cumhurbaşqanı adayı hər kəs olsa, təhrim eləmək, qatılmamaq mərkəzin xeyrinədir. Amma mərkəzin xeyrinə olmaq illa bu anlamda deyil ki, bütün İranlıların xeyrinədir. Ola bilər mərkəzin xeyrinə olan tam əksinə ola. Bəluçun, Türkün, Ərəbin, Kürdün, Türkəmənin nəfinə olmaya. Ya əksi halətdə Türklərin, Kürdlərin, Ərəblərin, Türkəmənlərin, Bəluçların, ancaq qeyri-farsların, qeyri-mərkəzlərin nəfinə olan bir əqd mərkəzin zərərinə ola, ən azı nəfinə olmaya. Yəni mən deyirəm ki, bu açıdan baxmalıyıq. Bu açıdan bəlkə mərkəzlə, bizimlə mərkəzin, yəni Türklərin, başda Azərbaycan olaraq İranda Türklərin əhdi bu konuda da fərqli olmalıdır. Çox sağ olun, əziz doktor Əlizadə və əziz Seyid Mürtəza Hüseyni. Dəvətimizi qəbul edib bu danışığa qatıldığınız üçün hər ikinizə minnətdarlığımı bildirirəm. Çox sağ olun.